göstermeyib. Baxın, belə bir şey var. Demək, biz nədən bildik ki, bu 4%-dir? Çünki 12% elə 12 nəfərə bərabərdir. Bilin ki, uşaqlar, bu o deməkdir. Onda 4 nəfər də elə 4%-ə bərabərdir. Demək, banan neçədir? 12%-dir. Armud 25%-dir. Alma isə yerdə qalan. Çünki 100%-dir. Bu dairəvi diaqram 100%-dir. 100%-dən çıxacam bunların cəmi. Yəni 4 topla 12 üzərinə 25-i. Çünki almanı tapmalıyıq. Nə edir? 16, 16-nın üstündə 25 gələndə nə edir? 41. Belə çıxıram. Neçə faiz oldu? 59%. Neçə nəfər arasında aparılmışdı? Sorğu neçə nəfər arasında aparılmışdı? 100. Bildinizdə uşaqlar 4 nəfər, 12 nəfər, 25 nəfər. Burada da oldu ki 59. Demək, ümumi neçə nəfər arasında aparılır? 100 nəfər. Neçə nəfər armudu? Neçə nəfər almanı? Armud neçə faiz? 25% ilə 25 nəfərdir. Yazıram birinciyə yazdım 100 nəfər. İkinciyə yazıram armud 25% ilə neçə nəfərdir? 25 nəfər. Alman neçə faiz oldu? Alma. Bu da 59% oldu. Ilə 59 nəfər. Alma 59 nəfər. Bununki də uşaqlar bilin. Armud. Armud yazdım 25% ya 25 nəfər. Alma 59% və ya bərabərdə 59 nəfərə.